Ay cəmaət, əgər uşağınızın yaddaşının yaxşı, zehninin iti, qavrama qabiliyyətinin güclü olmağını istəyirsinizsə, uşaqların beynini düzgün formalaşdırın, düzgün qidalandırın. Daha gedib məşğələlərə, hazırlıqlara ən qədər pul xərcləməyin. Onsuz da siz bunu etməsəz, nə qədər hazırlığa pul xərcləyirsiniz, xərcləyin, o uşaq o dərsi qavramayacaq. Necə eləyək deyirsiniz? Ekrandakı ağ ürəyə toxunun, qırmızı rəngi olsun və mənə diqqətlə qulaq asın. Sizə lazımdır balıq yağı və D vitamini. Uşaqlara mütləqdir. İndi deyəsiniz ki, qardaş, dadını sevmirlər, içmirlər. Sizə elə bir məhsul göstərəcəm ki, uşaq gəlib sizdən hər gün onu özü istəyəcək. Məhsulun adı Easy Fish Oil balıq yağıdır. Deməli bu Easy Fish Oil balıq yağı meyvə aromalı jelatinlərdir. Bax bu cür. İstifadə edildiyi zaman dadı çox gözəldir. İstifadə edildiyi zaman tərkibindəki D vitamini və balıq yağının köməyi ilə uşağın yaddaşını gücləndirir, zehnin, zəkasını artırır, qavrama qabiliyyətini yaxşılaşdırır, immunitetin gücləndirir, sümüklərin möhkəmləndirir, ürək damarlarının yaxşı inkişafını dəstəkləyir və ən əsası dadı çox gözəldir. Uşaqlar sevə-sevə özləri hər gün qəbul edəcəklər. Ölkənin bütün apteklərində əl çatandır. Olmasa da əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün mütləq məni takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız Baloğlanla hər zaman sağlam qalasınız.